Salam əziz şagirdlər, bugün sizlərlə maraqlı bir suala baxacağıq. Düzxətli yolda hərəkət edən K və E cisimlərinin koordinat zaman qrafiki verilmişdir. Buna əsasən 4T anında cisimlər arasındakı məsafənin neçə x olar? Biz qrafika baxanda görürük ki, x t-dən əgər düz asılıdırsa, deməli bu bərabər sürətli hərəkət. Bərabər sürətli hərəkətdə deməli V bərabərdir x minus x0 bölək 2. Bu düsturdan istifadə edərək yazaq VK bərabərdir. K-nın başlanğıc koordinatı mənfi 2x-dır, son koordinatı isə 2x. Deməli, son koordinatdan başlanğıc koordinatıdır. 2x çıxar mənfi 2x bölək t. Bu da eləyəcək 4x bölək t. VL bərabərdir. V'nin başlanğıc koordinatı x-dır, son koordinatı isə 2x. 2x minus x bölək t, bu da eləyir x bölək t. Biz koordinatın düsturuna yaza bilərik. X, k bərabərdir. O, k, üstə gələk, vk, bura. Zamanı bizə neçə verir? Məsələn, şəkli 4t. 4. Yəni, verilənləri veriləcək. X, o, k. Başlanğıc koordinatı mənfi 2x-dır. Mənfi 2x. Üstə gələk, vk-nın sürətini verir. 4x bölək t. Bura 4t. Bərabərdir. Deməli, mənfi 2x üstə gələk. T ilə t ixtisar olunur, 4x-ə bərabər 16x. Buradan da cavab 14x etmiş olur. X L bərabərdir. X-in başlanğıc koordinatı. X üstə gələk. X-in sürəti x böl t. Zamanı yenə də məsələn şəklinə 4t verir. T-lər ixtisar olunur. 4x alır, üzəri x gələndə edir 5x. Deməli, bizə məsələn şərtlərində deyir ki, arasındakı məsafə neçə x olar? Biz görmüş oluruq ki, ilk öncə 5x gedir, oldu 14x. Aradakı məsafə nə qədər etmiş olar? 14-dən 5-sin neydə? 9x. Cavabımız 9x. Amma bizdən neçə x olmağı soruşur. Deməli, cavab B variantı. Deməli, cavabımız